Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların, sosial müavinət və təqaüdlərin artımı ilə bağlı və əmək haqlarının artımı ilə bağlı ətraflı məlumat verəcəm. Sosial müavinətlər, pensiyalar, əmək haqları artırılır. Nə qədər artım olacaq? Kimlərin pensiyasında, müavinətində artım olacaq? Hansı faiz dərəcəsi ilə və hansı tarixdən artımlar hesablanacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz bu cür videolar paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, fevral ayından, yəni bu aydan etibarən artıq pensiyalarda artımlar qeydə alınacaq. Pensiyalarla bir yerdə müavinətlərdə də artımlar olunacaq. Bəzi müavinətlərdə, sosial müavinətlərin bir çoxunda artımlar qeydə alınacaq. Xüsusilə də əmək pensiyalarında və yaşa görə verilən sosial müavinətə artımın olması gözlənilir. Sosial müavinətlərdən 220 manat yaşa görə verilən müavinətin artımı gözlənilir. 30 manat miqdarında artım olacaq və 250 manata çatdırılmalıdır. Bu müavinət də xeyli müddət artıq 2 ildən çoxdur ki, artırılmır. Sonuncu dəfə 180 manatdan 220 manata qaldırılmışdı. Yəni 40 manat miqdarında artırılmışdı. Hələ ki, son 2 ildə bu rəqəm dəyişməyib və 30 manat miqdarında artırılması gözlənilir və 250 manata çatdırılması gözlənilir bu müavinətin. Bundan başqa ailə başçısını itirməyə görə verilən əmək pensiyalarında artım olacaq. Artım faizini də ötən videoda açıqlamışdıq. 9,2% miqdarında artımlar qeydə alınmalıdır. Ailə başçısını itirənlərdə, əmək pensiyası alanlarda artımlar qeydə alınacaq. Əlilliyə görə verilən əmək pensiyalarında artım qeydə alınacaq. Hörmətli izləyicilər, əlilliyə görə verilən müavinət ayrı, pensiya ayrı anlayışdır. Bir çox vətəndaşlarımız əlilliklə bağlı müavinətlərin artırılması ilə bağlı suallar verir. Qeyd edim ki, hörmətli izləyicilər, əlilliklə bağlı verilən müavinətlərdə hələ ki artım yoxdur. Əlilliyə görə verilən əmək pensiyalarında artım olacaq fevral ayında. Hörmətli izləyicilər, digər artım isə əmək pensiyalarındakı minimum məbləğlə bağlıdır. Minimum əmək pensiyası 320 manat təşkil edir. Artımdan sonra bu pensiyanda 350 manata, yəni minimum əmək pensiyasının 350 manata çatdırılması gözlənilir. Bu 320 manat minimum əmək pensiyası nə üçündür? Qeyd edim ki, vətəndaşlarımızın pensiya kapitalına və stajına baxılır. Əgər tələb olunan pensiya kapitalı və ya stajdan bir qədər az pensiya kapitalı və ya staj toplanılıbsa, onsuz da yeni qərara əsasən 2026-cı ildən sonraya hər hansı bir pensiya kapitalı az da olsa varınızdırsa, onsuz da 25 il staj sizə dövlət tərəfindən hədiyyə olunur. Və bunun müqabilində də siz ən azı minimum əmək pensiyası ilə 40.000 manat pensiya kapitalı toplamasanız da sizə ən azı 320 manat minimum əmək pensiyası verilirdi və bu əmək pensiyası da 30 manat miqdarında artırılacaq. Hörmətli izləyicilər, güzəştli şərtlərlə əmək pensiyası alan vətəndaşların pensiyası da artırılacaq. Bu da əmək pensiyası alan vətəndaşlarımızın kateqoriyasına daxildir bu pensiyada. Bu pensiyada da artımlar qeydə alınacaq hörmətli izləyicilər. Artım faizində onsuz da sizlərlə bölüşmüşdük. 25 il və daha artıq stajı olan və ya 40.000 manatdan çox pensiya kapitalı olan əmək pensiyasıları, yəni bu sadə əmək pensiyası alan vətəndaşlarımız üçündür. Vaxtında işləyib pensiya yaşına çatıb və onların balansında 40.000 manatdan çox pensiya kapitalı var və ya 25 il stajı keçib, onlar sadə əmək pensiyası ala bilirlər. Əmək pensiyası isə təbii ki, hər vətəndaşımız üçün fərqli rəqəmlər təşkil edir. Hörmətli izləyicilər, yaşa görə verilən 220 manat sosial müavinət, bu haqda daha əvvəl də məlumat verdim. Bu müavinətin də 30 manat miqdarında artımı gözlənilir fevral ayından etibarən. Təbii ki, əgər fevral ayındakı bu artım qeydə alınsa, yanvar ayının da verilən sosial müavinəti fevral ayının sonunda həmin bu müavinətin artımı da ödəniləcək hörmətli izləyicilər. Müavinət kartlarına köçürülməlidir. 2025-ci ildə ehtiyac miyarı 285 manat idi. Həm ehtiyac miyarı, həm də yaşayış minimumu. Biri sosial yardım üçündür, biri isə ümumiyyətlə ölkə üzrə yaşayış minimumudur. Hər ikisi onsuz da bərabərləşdirilmişdi pandemiya vaxtında və ehtiyac miyarı və yaşayış minimumu 2025-ci ildə 285 manat təşkil edirdi və bu il isə 300 manat təşkil edir və sosial yardımda da cüzi bir artım qeydə alınıb. Bir nəfər üçün ötən il 95 manat hesablanırdı sosial yardım miqdarı. Bu il isə 100 manatdan hesablanır. Yəni sosial yardımda 3 nəfərlik bir ailə ötən il 285 manat sosial yardım alırdısa, bu ildən harısa 15 manat miqdarında artım olacaq və təxmini 300 manat sosial yardım alacaq. Əmək pensiyalarındakı artım isə 9,2%-dir hörmətli izləyicilər. Əmək pensiyalarla bağlı daha əvvəl video paylaşmışdıq. Əmək pensiyaları ötən ildə orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq artırılır növbəti ildə və
Əvvəlki ildə əmək haqqlarındakı orta aylıq artım 9,2% təşkil edirdi ki, bu ildə pensiyalarda 9,2% artım qeydə alınacaq. Hörmətli izləyicilər, videomuz yekunlaşdı. Videonu bəyənməyi unutmayın ki, video daha çox əmək haqqı alan, pensiya, müavinət alan vətəndaşımızın qarşısına çıxsın. Sonda da əmək haqqları ilə bağlı məlumat verim ki, əmək haqqlarındakı artım da elə təxmini 9% civarında təşkil edəcək. Minimum əmək haqqı hələ ki artırılmayıb, ancaq əmək haqqlarında bir çox sahədə çalışan vətəndaşlarımızın əmək haqqlarında, xüsusilə də özəl sektorlarda çalışan vətəndaşlarımızın əmək haqqlarında artımlar qeydə alınacaq. Bu artımlar da fevral ayın 10-undan sonra bəlli olacaq. Videomuz yekunlaşdı. Videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizlərə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.